Hamınızı salamlayıram. Gergin oyun keçdi, maraqlı oyun keçdi. Hər iki komanda qalib gəlmək istəyirdi. Bugün şanslıq və hakimlik məncə hər şeylədir ki, Kəpəz qalib gəldi. Yəni, ona görə də bugün biz məğlub olduq. Bizim də imkanlarımız var idi. Fürsətdən istifadə edə bilmədik. Ona görə məğlub olduq. İstəməzdim komanda bugün məğlub olsun. Amma bu fakt ki, məğlub oldu. Necə olacağını deyə bilmərəm. Amma onu bilirəm ki, rəhbəri nə qərar qəbul edəsə, onun arxasında olacaq. Əgər mənim getməyi dəfələrlə demişəm, kiməsə və kluba xeyir dəyəcəksə, niyə də yox. Amma digər tərəfi də ondan ibarətdir ki, biz Premier Ligada qalmışıq və əgər növbəti mövsüm imkan versələr, yaratsaq, yaxşı komanda ondan sonra Vagif Cavadovun işinə kimilərsə, hansısa bir insan və kiminsə haqqı olar ki, nəyisə deməyə. Amma inanıram ki, bugünkü gündə əlimdən gələni edirəm ki, komandanın qalib gəlsin və yuxarı yerlərdə olsun. Maalesef bəzi şeylər var ki, hansı ki, bugünkü durumda bunu dəyişdirmək mümkün deyil. Buyurun.